Əhmədova Nərmin. Bəli. Səndə nə nömrədir? Baksel deyil. Nədən baksel deyil? Çünki ailədə çoxu istədir ona görə. Baksel bölgələr üçün əl sərfəli tarifdir. Doğma cin tarifi. 1 dəqiqəsi 2 qəpikdir. Doğma cindən nömrə təqdim edirəm. Bundan başqa 10 manatlıq danışıq kartı verir. Telefonla yüklə, danış. Yarım saatdan sonra sənə yaxınlaşacağım. Alo. Salam. Nurayna xanım, tapdım Nərmini, verdim nömrəni. Mən necə eşidirsiniz? Mən Nərminə təzə nömrə vermişəm Bakseldən, yoxlayırdı, necə tutur? Necə eşidirsiniz mənim? Çox normal, yaxşıdır. Necə idi zəng elədiniz, danışdınız? Yaxşıdır, əvvəlkindən çox yaxşıdır. Baksel inkişaf eləyir, çalışacağım bundan sonra Baksel işlər. Bu nömrə sənin olacaq. Daimi, əbədi olaraq. Artıq Nərmin xanım da mənim kimi bilir ki, Baksel olduqca güclüdür. Və siz necə sınamağa hazırsınız, onda bizi gözləyin. Çünki Baksel sizə daha yaxın gəlir. Baksel, daha yaxın olaq. Məndə sınanmış, məndə isə müasir vasitə var. Nizim, rahat həzm. Salam, hər vaxtınız xeyir. Xəbərçinin saat 12 buraxılışına baxırsınız. Əvvəlcə saatin baş xəbərlərini nəzər salaq. Qərb bölgəsinə yağan güclü yağışların Ağstafa rayonunda törətdiyi fəsadlar tam bərpa edilməyib. İran dünyanın neftinin 1/5-nin daşıdığı Hörmüz boğazının bağlanması ilə bağlı yeni açıqlama verib. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillary Clinton'ın Misirə səfəri xoşa gəlməz şəkildə başa çatıb. Xanım Clinton pomidor atəşinə məruz qalıb. Ermənistan silahlı qüvvələri işğal altındakı ərazilərdə milli ordumuzun Goranboydakı mövqelərini və yaşayış məntəqələrini atəşə tutub. Qarşı tərəfin hücumu dəf edilib. Qərb bölgəsinə yağan güclü yağışlardan sonra Ağstafa rayonunun Daşkəsəmən kəndi hələ də sel sular altındadır. Lakin ərazidə elektrik enerjisi və qazla bağlı yaranmış problemlər bərpa edilib. Evlərin qarşısından keçən arxlar qismən lildən təmizlənib. Lakin kənd sakinlərinin sözlərinə görə problemin tam aradan qaldırılması üçün ilk növbədə bəndlər qurulmalı və dağlardan gələn sel elə həmin ərazidə qarşısı alınmalıdır. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə hazırda yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün işlər davam etdirilir. İran dünya neftinin 1/5-nin daşındığı Hörmüz boğazının bağlanması ilə bağlı yeni açıqlama verib. İran ordusunun qərargah rəisi Həsən Firuzabadi bildirib ki, İranın fövqəladə planında boğazın qapanması nəzərdə tutulub. Amma bu barədə son qərarı silahlı qüvvələrin baş komandanı olan ali dini lider Ayətullah Əli Xamneyi verəcək. Xatırladaq ki, İran qərbin sanksiyalarına cavab olaraq bundan əvvəl də bir neçə dəfə Hörmüz boğazını bağlayacağını bildirmişdi. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillary Clinton'ın Misirə səfəri xoşa gəlməz şəkildə başa çatıb. Misirlilər onun avtomobil karvanını ayaqqabı və pomidor atəşinə tutublar. İçərisində Hillary Clinton'ın olduğu avtomobil karvanı İskəndəriyyə şəhərinin küçələrində hərəkət edərkən qəzəbli Misirlilərin hücumuna məruz qalıb. Etirazçılar Clinton'ın avtomobilinə ayaqqabı, butulka və pomidor atıblar. Etiraz edən Misirlilər Hillary Clinton'ın həyat yoldaşı Bill Clinton'ın şəxsi həyatı ilə bağlı qalmaqala işarə vuraraq Monika şüarları qışqırıb, bəziləri isə Clinton get kimi şüarlar səsləndiriblər. Birləşmiş Ştatların Dövlət Departamentinin rəsmi nümayəndəsi insident nəticəsində Hillary Clinton'ın xəsarət almadığını, onun avtomobilinə də ziyan dəymədiyini bildirib.
Xatırladaq ki, Clinton'ın Misirə gəlişinə etiraz edən bir qrup insan Birləşmiş Ştatların Misirdəki səfirliyi qarşısında da aksiya keçirmişdi. Aksiya iştirakçıları Clinton'a qarşı Misir satılmır, rədd ol Clinton kimi şüarlar səsləndirmişdilər. Diana Dadaşova, Aynes. Suriyanın Trəmsə kəndində 4 gün əvvəl baş vermiş qətliamla bağlı yeni detallar məlum olub. Hadisənin baş vermə səbəblərini araşdırmaq üçün beynəlxalq müşahidəçilər əraziyə yollanıblar. Suriyada beynəlxalq monitoring qrupu 300-ə qədər insanın kütləvi qətlinin baş verdiyi deyilən Trəmsə kəndində araşdırmalara başlayıb. Müşahidəçilər kənddəki yaşayış evlərində və binalarda xeyli sayda qan izi işlənmiş patron, mina atan və artilleriya mərmiləri aşkar etdiyini bildiriblər. Gördüyünüz kimi Trəsməyə daxil olmuşuq və burada dağılmış binalara baxışlar keçirməkdəyik. Eyni zamanda 2 gün əvvəl getmiş döyüşlərin fəsadları ilə tanış oluruq. İndiyə kimi burada xeyli sayda döyüş izləri, o cümlədən mərmi güllə dəlikləri və sair izlər aşkar etmişik. Müşahidə missiyası eyni zamanda Trəmsədə gedən döyüşlər zamanı Suriya Azad Ordusunun liderlərindən olan Salih Sübahinin həlak olduğunu təsdiqləyib. Fermer təsərrüfatı ilə məşğul olan kəndə artilleriya bombardmanı ilə başlayan hücum sonradan quru hücumlarla davam etdirilib. Əskərlərin evlərə reydlər təşkil etdiyi yoxlamalardan sonra xeyli sayda insan öldürüldüyü, bir qisminin isə kənddən naməlum yerə aparıldığı bildirilir. Suriya hökuməti isə rəsmi xəbər agentliğine açıklamasında ölü sayı və din sakinlərin qətli ilə bağlı ittihamları rədd edib. Hökumətə rəsmisi Cihad Maqdisi deyib ki, əməliyyat yalnız terrorçu qruplaşmaya qarşı keçirilib. 37 silahlı və 2 din sakin öldürülüb. Cihad Maqdisi döyüş təyyarələri, helikopter, tank ya da digər ağır silahlardan istifadə etmədiklərini bildirib. Bu arada Suriya İnsan Haqları Dəməşqin şəhərkənarı qəsəbələrində Bəşər Əsədə sadiq qüvvələrlə qiyamçılar arasında aramsız döyüşlərin getdiyini xəbər verir. Hələlik itkilər barədə dəqiq məlumat verilmir. Bugün Suriya məsələsi Moskvada Rusiya Xarici Naziri Sergey Lavrovla Kofi Annanın görüşündə də müzakirə ediləcək. Mirana Nadrova, Aynes. Bu arada Suriyanın Türkiyə sərhədinə yaxın bölgəsində baş vermiş döyüşlərdə bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Döyüş nəticəsində aralarında yaralıların da olduğu 50 nəfərdən ibarət qrup Türkiyə sərhədini keçib. Döyüş zamanı Suriya ordusuna məxsus helikopterlərin uçuşu müşahidə olunub. Libiyanın paytaxtı Tripolidə ölkənin Olimpiya Komitəsinin prezidenti Nabil Əlilam naməlum silahlı şəxslər tərəfindən uğurlanıb. Komitə nümayəndəsinin sözlərinə görə hərbi geyimli şəxslər onu öz avtomobillərinə oturdaraq hadisə yerindən gediblər. Silahların Liviya ordusunun hərbiçiləri olduğu bildirilir. İstanbulda körpülərdən biri təmir zamanı çöküb. Bədbəxt hadisə nəticəsində bir nəfərin öldüyü, 3 nəfərin isə xəsarət aldığı bildirilir. İnsidentdən sonra yolda nəqliyyatın hərəkəti iflic olub. Ölən şəxsin təmir işləri aparan fəhlə olduğu bildirilir. Yay mövsümü başlayandan ilan sancma hallarının sayı artıb. Bu hallara xüsusilə quraq və isti iqlimə malik Aran rayonlarında daha çox rast gəlinir. Bu rayonların tibb müəssisələrində ilan vuranları xilas etmək üçün zərdabın çatışmaması vəziyyəti daha da çətinləşdirir. Novruz Məmmədov Hacqabul rayonunun Qubalı Baloğlan kəndində yaşayır. O ilandan başqalarına nisbətən daha çox ehtiyat edir. Mən axşam qohum evindən gələrkən yolda ilan çaldı məni, gətirdilər kənd məntəqəsinə. Orada vaksin olmadı. Oradan Hacqabul rayon mərkəzi xəstəxanasına apardılar. Orada da olmadı. Getdik Şirvan şəhər müəssisəsinə. Orada da olmadı. Ağır vəziyyətdə mənə çatdırdılar baş şəhərlisi Maşqa müəssisəsinə. Novruz bu ərazidə zəhərli sürünənin hücumuna məruz qalan tək sakin deyil. Ötən il qonşu Rəzbər kəndində 65 yaşlı Mənsurə Teymurovanı yaşadığı həyətdə zəhərli ilan çalıb. O zaman da nə kəndin tibb məntəqəsində, nə Hacqabul rayon mərkəzi xəstəxanasında, nə də bölgənin yeganə şəhəri olan qonşuluqdakı Şirvanda zərdab tapılmadığından qadın gecikmə səbəbindən dünyasını dəyişib. Cəmi bir həftə sonra baş vermiş digər analoji hadisədə 7 yaşlı Günay Tağıyeva zərər çəkib. Günayın sağ qalmasının səbəbi isə valideynlərinin vaxt itirmədən onu birbaşa paytaxta aparmalar olub. Mən 93-cü ildən hələ görməmişəm bu məntəqəyə o nə ilan cürüzə əleyhinə sıvıradqa, zərdab, ya başqa həşəratlardır, yaxud da ki, quduzluq əleyhinə vaksin belə. Nəsə alınmır, bilmirəm səbəbi nədir. İndi mən onu deyə bilmərəm ki, var bizə vermirlər, ancaq mərkəzdə də hiss eləməm, yoxdur. Mərkəzdə də gedirik, müraciət edirik, onlarda da olmur.
Həkim deyir, bu Aran rayonunun bütün kəndləri eyni təbiət şəraitində, tibb ocaqları eyni vəziyyətdədir. Rayon mərkəzi xəstəxanasından ilan zəhərini zərərsizləşdirə bilən zərdabın hansı səbəbdən kəndlərə verilməməsini öyrənmək istədik. Elə gözlə görünən sualımıza cavab idi. Müsahibimiz olan həkim də bildirdi ki, bu il Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya 2 ədəd zərdab verilib. Onlardan biri yayın əvvəlində ilan vurmadan daxil olan xəstə üçün istifadə olunub. Digər bir ampul isə hələlik ehtiyatda saxlanılır. Bizə hər il antigüzə zərdabı verilib. Sadəcə olaraq elə il olub ki, bizim rayonda ilan sancması 3-4 xəstəyə təsadüf edilib. Xəstənin ümumi vəziyyətindən asılı olaraq bəzi hallarda bir ampula antigüzə zərdabı bəs eləmir. Onda 2 ampula istifadə olunur. Vəhşi sürünənlərin çoxluq təşkil etdiyi bu yerlərdə insanlar özləri də bu vaksini alıb evlərində saxlaya bilər. Lakin apteklərdən öyrəndiyimiz məlumata görə həmin zərdabın bir ampulunun qiyməti 400 manat təşkil edir. O da ki, xüsusi sifarişlə. 68 min nəfərlik rayon əhalisi üçün cəmi bir ampul zərdab olduğunu nəzərə alaraq yalnız bunu deyə bilərik. Vay o gündən ki, mövsüm ərzində 2 nəfər elan çala. O halda ikinci yaralı ya Mənsurə nənə kimi dünyasını dəyişəcək, ya da Novruz kimi ömürlük zədə alacaq. Nəriman Hüseynov, Fərdəliyev, Ayniz, Hacıqabul. Amerika Birləşmiş Ştatlarının Sülh Korpusu Azərbaycanın səfalı yerlərində yeniyetmələr üçün düşərgələr təşkil etməkdə davam edir. Bu dəfəki məkan Qəbəl olub. 2006-cı ildən Azərbaycanda təşkil olunan və sadəcə artıq 7-ci olan düşərgədəki dərslər və təlimlər Amerika Birləşmiş Ştatlarının ölkəmizə gəlmiş və yerli könüllü təlimçilər tərəfindən keçirilir. Bu il düşərgə Azerbaijan Boss Leadership Experience, yəni Azərbaycanlı oğlanların liderlik təcrübəsi adı altında fəaliyyət göstərir. İyulun 13-dən işə başlayan kampda yalnız ölkənin bölgələrini təmsil edən yeniyetmələr iştirak edir. Onların seçimi iyun